Bu aye ne dedi? Bu aye buyurdu ki, ya Peygamber, entel munzir. Sen inzar eleyensen, innema ente munzirun. Sen inzar eleyensen, ve li kulli kavmin had. Ve her kavmin da hidayet eleyeni var. Hadis nedir? İbni Abbas deyir, Peygamber özü bu ayəni məna eləyir. Bu ayənin barəsində buyurur. Buyurur ki, əlin qoyur sinəsinə, buyurur, ənəl munzir. Mən inzar eləyənəm. Ondan sonra əlin qoyur əlinin çiyninə, buyurur, əntəl hadi. Sən də hidayət eləyənsən. Əntəl hadi. Bikə yəhtədi əl-muhtədun. Əli, hidayət olanlar sənin vasitəvlə hidayət olurlar. Hidayət olanlar sənin əlünlə, vasitəvlə hidayət olurlar. Hamısının kökü Allah'dır. Hamısını Allah eləyir. Amma səbəblərlə, vasitələrlə, İnzar Peyğəmbərin vasitəsilə, hidayət Peyğəmbərin vasitəsilə, Peyğəmbərdən sonra hidayət Əlinin vasitəsilə. Bureyd ibn Muaviyə hədis nəql eləyir. Bureyd ibn Muaviyə nə deyir? Deyir, İmam-ı Baqir əleyhissalam bu ayəni oxudu. İnnəmə əntə munzir və likulli qavmin had. Bu ayəni oxuyandan sonra buyurdu ki, qalə Resulullah, Peyğəmbərimiz belə buyurub. Nə buyurub Peyğəmbər? Buyurub, ənəl munzir. Munzir mənəm. İnzar eləyən mənəm. İnsanları öz əməlinin nəticəsindən qorxudan, insanları cəhənnəmin otundan qorxudan o mənəm. Ənəl munzir. Və fi kulli zamanin imamun minna yəhtədi bihim. Yəhtədihim ilə ma caə bihi Nəbiyyullah əzzə və cəl. Buyurur ki, hər bir zamanda bizim tərəfdən bir imami var ki, insanları hidayət edir Peyğəmbər gətirən şəriətin barəsində.